Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rəhman və Rəhim olan Allahın ismiyle. İnşallah bugünkü mövzumuz qızıl kişiyə haramdır mövzusudur. İslamda halal və haramın sərhədləri Allahın vəhiyinə əsaslanır. İslamda halal və haramın sərhədlərini yalnız uca Allah müəyyən edir. İnsanların öz istəklərinə görə halal və haram təyin etməsi qəti şəkildə qadağandır, icazəli deyil. Bu mövzuya aid inşallah bir neçə Quran ayəsi bizə bu həqiqəti açıq şəkildə bildirir. Əraf surəsinin 32-ci ayəsi buyurur ki, Qul mən harrama zinətəllahi illəti əxrəcəl ibadihi və tayyibət minər-rizq Qul hiyə lilləzīnə əmənu fil həyatid dunya xalisatan yevməl qiyamə kəzəlikə nufəssilul əyət liqovmi ya'lamun. Tərcümələrdə baxsız görəcəksiniz ki, buna belə tərcümə veriblər. De Allahın qulları üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram etdi? Amma əslində burada yaratmaq sözü keçməyib. Xalaqa sözü ilə bir söz keçməyib burada. Burada əxraca, ixrac sözü keçib. Düzgün tərcümə belədir. De Allahın qulları üçün çıxardığı zinəti və təmiz ruziləri kim haram etdi? Yəni Allah haram etməyib. Qul hiyə lilləzīnə əmənu de onlar fil həyatı dünya xalisatan yevməl qiyamə. De bunlar dünya həyatında iman edənlərindir. Qiyamət günü isə yalnız onlara, möminlərə, iman edənlərə məxsusdur. Kəzəlikə nufəssilul əyət liqovmi ya'lamun. Bilən bir qövm üçün ayələri ətraflı olaraq belə açıqlayır Rəbbimiz buyurdu.